Ersoy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar Berqa çayı, Min Bərəkət, Halal Neymət, Formula 7, Ülker ticarət markası. Of! Salam əleyküm. Çox diqqətsiz adamlarsınız, çox. Bu məhəllədə qala-qala heç nədən xəbəriniz yoxdur. Deməli dünən, bu sadə, qız bu aktrisi olmaq istəyirəm. Yenə rola girib. Bu dəfə də gangster rolunda. Bütün pullar yatağı otağında seyfdədir. Seyfin kodu yadımızdan çıxıb, ona görə bütün pulları seyfin arxasında gizlədirik. Götürün, hamısını götürün. Sevincin ya, tanış ol. Alnına dirənən mənim dostum Pamadadır. Banan qabığını yeyib yerə atdığına görə Donna Saadətdən sənə salam. Az bu adam dəlidir də, neynəsin? Qonşular da öz hayında. Deyə oradan remont eləyir. Maariflə də ki, Kübra SMS-ləşirlər gecə-gündüz. Elə bil 18 yaşları var, bir-birlərini sevirlər. Mən də sənin üçün darıxmışam. Mənim pişiyim, mənim xakerim, mənim komandirim. Öptüm. Demək, SMS çatır Maarifə. Maarif də cavab yazmaq üçün SMS göndərir, o da gedir başqa adresə. Başqa adresdə bilirsiniz də Maarif üçün kimdir? Bəli. Salam Maarif kişi. Ha, yoldaş mayor. Nə əcəb sizdən? Necəsiz? Çox sağ ol Maarif kişi. Siz necəsiz? Belə, pis deyiləm. Nə qulluq? Maarif kişi, komandirə görə çox sağ ol. Amma mən pişiyəm, yoxsa xakir. Yoldaş mayor, o səhər sənə o icazəsiz qaraj tikan haqqında mən danlılar göndərmişdim də SMS-lə. Səhvim bu da sənin nömrəmə gedib bu SMS. İnciməyin sən Allah, inciməyin. Of! Ürəyimdən tikan çıxdı elə bil. O Saadət də ki, rola girdi, çıxmaq bilmir axı. Sevinci qorxutdu, keçdi xoşbəxtə. Xoşbəxt də ki, bir qazan xaşı yeyib, mışıl-mışıl yatır. Bu Elizabeth Taylor sifət də ki, neynəsə yaxşıdır. Hələ gecə mən sənin güllələrini boşaltmışam. Elə bilirdin, mən o qədər axmağam, bacı. Bəs qənimət? Az nə qənimət? Qənimətsiz məhlənin bir günü olmasın. Hər gün gəlinimlə küsüb, gəlir üstümə. O gün də xoşbəxti bezdiribmiş. Buradan. Ya Allah'ın adı. Çox sağ. Sarımsaq. Mənə bax, bəs o dədə-baba qaydasının olandan yoxundur. Yo, onu işlətmirik ki, 21-ci əsrdir. Buna da min şükür. Nə bilim, mən demişəm, onunla bir damın aldım. Əcəb pərdələrim var. Hardan almışsın onları ay qız? Harandır? Neçəyə götürdün metrəsini? Sən də xəccəliyin tutdu. Dur. Yeməyin yandı. Sözdü də soruşuram da. Yeməyin yandı. Dur. Yaxşı. Mənə bax, pişirim. Bir qab. Bir qazan göndərəcəyim sənə. Əlimə bax. Xala bax. Bilmədin, əlimin duzu var da. Fikrə getdi. Qənimət. Çox sağ ol. Çox sağ ol, xoşbəxt. Qaytaram, sarımsaqları əzəl kimi göndərəcəyəm sənə. Orada niyə ki? Ay xoşbəxt. Qazanlarımı təzələməmsən. Nə üçün həminkiləri saxlamısan? Ora yox. Ay xoşbəxt, amma pakrivalların aboyların rəngi ilə diz gəlmir ha. Neynim oğlumdur da. Yoxsa cəmaatın oğlanları kimi incəbel qızlara lazımsız padarka almır ki. Mərdan, kəməri ver bura. Kəmər çox gözəldir. Xoşbəxtə fikir vermə. Sən onun ac vaxtına düşmüsən. Madlə mübadiləsi pozub bu dəqiqə it kimidir.
Sonra özün verərəm onu. Belinin razmeri olmadı axı. Belini olmaz, boynuna bağlayarsan. Həsədə çıxarıb parkda gəzdirərsən. Az bu dəqiqə səni ilə dişləyəcəm. İt özünü səbildin. Dişdən dişləmələyəcəm. Uşağın yanında ne darırsın? Bizim o Türk kardeşimiz de hemşeki kimi sevinçle gezişirler, görüşürler. Gezişirler, görüşürler. Sağ ol. Neredesin sen? Tarık. Nədir 5 dəqiqə gecikmişəm də? Nə olub? 5 dakika mı? 5 saat Sevinç. 5 saattir bulvardayım ya. Neyse. Gidelim. Ben bugün arabaylayım. Can. Eyb yox, tələbəsən də. Gəl istəyirsən avtobusla gedək. Bax, yol pulusu da mən verəcəm. Hı? Getdik. Dur. Az bunlar heç əsas məsələ Səadətinkidir. Buna teatr bəs eləmir. Bu evinə individual rejissor animasiya eləyib. Hə. Pulundakı Vüsal verir. Hər seriyada kişini qışqırtmalıdır axı. Yaxşı da, Vüsal, başlama da. Nə var burada? Sən elə qışqıra biləcəksən, qışqır. Oy! Sevinç. Ha, Vüsal, yaxşı da. Həftədə 3 dəfə gələcək, məşq eləyəcək də. Bu qədər baha deyil ki. Nə var ki burada? Belə də, qiymətini nə deyim sənə? Götürəndə belə də cəmi cümlətanı 1000 manat. Sevinç! Vüsal, bəsdir də. Həftədə 3 dəfə məşq eləyəcək də, ha. Sən istəmirsən, sən həyat yoldaşın dünya şöhrətli aktrisa olsun, Vüsal. Ha? Ha. Oldu. Yaxşı. Oldu. Az ən maraqlısı elə bugündür. Başa düşmedim. Siz kimsiz? Keşiş. Saç ustası. Renk sası. Rejissor? Bəli. Sədi müəllim göndərib sizi? Bəli. Özü gələ bilmədi. Özü gələ bilməyib. Oy. Buyurun içəri. Evet. Buyurun içəri. Çok güzel. Sən dur ayağa, 7-8 dənə belçikalı gətir. Hələ buradayıq, oturmuşuq, çıtlayarıq. Qulaq as, zaadno Cəmilənin ipinə baxarsan, gör neçə dənə paltarası burada. Oldu. Xəbər elə mənə, yaxşı? Davay, get tez. Heveslendik bir gün geldik çıktık. Biz üç bacı büyük şehre. Burada çoklu yeni dostlar kaptık. Ümitlendik aydın seher. Sevinç tecrübe esir. Yemek hoşbektim mehrizi. Bir komşuların da her biri. Saadet sevme dersidir. Çölde işte evde firavunluk Ermegan'da biz çok mehribanım komşularla hoşbek dolanırız evde yola gitmesek de biz hiç bacılar bak herkes bunu bilir her taraftan bin bir söhbet gelir kimse tersti kimse yola gelir bakın sevin gülüm geldik üç bacılar. Nübar, salam bacı, necəsən? Az nəhayət ki bir kamera aldın, heç olmasa üzünü görə bilirəm. Ay qız, Namik tupuydu da, bilmirsən ki. O gün demişəm ki, ged mənim üçün bacımla internetə danışmağa görə kamera al. Gedib mənim üçün gör nə kamera alıb da. Ay, gördüm. Axır özüm gedib sifariş eləmişəm. Sən necəsən?
Yenə də tək bayquş kimi yaşayırsan, yoxsa Mariflə? Ne var? Senin başın xarab olub. Marif kimdir vəbşi? Ne marif salmısan? Marif. Bir də onu sənə kim deyib, hə? 3 dəfəyi tapa bilərsən. Ne var? Sən neçə illərdir Amsterdamda yaşayırsan. Sən o ifritə Xədicəni hardan tanıyırsan, hə? Ay qız, Allaha and olsun, özü Skype-da tanış olub mənimlə. Dünən nə yemisən? Onu da sənə deyə bilərəm. Çox maraqlı qadın deyirsən bu Xədicə. Maraqlı. Sənin üçün maraqlı olan o Xədicə bizim həyata marağımızı itirib. Xəbərin var. Yanında asqırmaq olmur ki. Bütün məhəllə bilir. Yaxşı, все, qutar. Nastroyenimi korladın. Sonra danışarıq. Şimdi gücüm tökülüb qalıb. Yaxşı, sağ ol. Paka. Все. Davay. Mən əminəm ki, sizin sayənizdə mən Hollivooda qədər gedib çıxacağam. Siz mənə aktyorluq sənətinin, kino sənətinin, incəsənət sənətinin sirlərini öyrədəcəksiniz. Bəli, əlbəttə. Səadət. Səadət yazmışdım. Səadət xanım, bəli, siz düz buyurursunuz. Mən dediyiniz kimi, bəli, rejissor kimi sizi söz verəm ki, nəinki Hollywood'a, hətta Amerikaya qədər aparıb çıxardacağam. Söz verəm. Hollywood Amerikada deyil ki. Tanış olaq. Bəlkə tanış olaq. Tanış olaq. Gəlin özümü təqdim edeyim. Səadət və mən öz adımı demək. Məşhur rejissor Steven Spielberg. James Cameron. Martin Scorsese. Zarafat. Zarafat ediyor. Siz ilk bana bir söhbəti açmaq üçün. Dahi kino rejissor, kinokritik David Vender. Tanış olmamıza çox şadam. Deyirəm axı, sizin adınız Steven Spielberg ola bilməz. Çünki bu müsəlman adı deyil. Bəli, müsəlman adı deyil. Hə, Vendetta müəllim. Bəli. Biz nə oynayacaq? Mən hansı rolda gedəcəm? Elə bil ki, nə ssenari oynayacağam mən? Bilirsiniz, belə bir söz var da, deyir, ssenari sənin həyatının əslində qələmə alınmış bir hissəsidir. Eşitmişsiniz bunu? Eşitməmişsiniz. Onu özdə bilirsinizmi kim deyib? Məşhur kinokritik Cristiano Ronaldo. Капитан сборной Португалии отправляет... Alo. Ha söyle. Ha söyle, sabahtan beynim kızgınım. Harda süle ettin sen? Ha ben ne var ne kağıt kazık. Başka bulabilirim. Ha? Gösterim. Bəlkə tinzirsəndir. Manəçilik eləməsin. Səs gəlmir. Bəli. Senarimiz. Bəli. Gəlin bilirsizmi nə eləyək? Bax, yəqin ki evdə hər şey var da, rekvizit deyirlər, o lazım olan əşyalar. Qızıl, belə şeylər tapılar evdə. Təbii ki tapılar artıq. Onda bilirsizmi nə eləyək? Biz oğruyuq. Təsəvvür eləyin ki, biz gangsterlərik. O şlyapalı, belə uzun plaşdı. Gəlirlər, bank yanırlar falan. Yadınızdan mı o filmlər? Bax, elə bir şey. Elə bilin ki, bura bankdır və ya dayansın, fərqi yoxdur. Biz deməli nə edirik? Biz o gangsterlərik ki, təsəvvür eləyin, bir dəqiqə mən sizə başlayalım. Rekvizitdir bu. Təsəvvür eləyin. Biz gangsterlərik. Deməli, tapancalarımız və o avtomatdan taparıq, nə ilənsə götürərik və biz başlayırıq evi soymağa.
Giririk evə New York gangsterləri kimi Tommy Gun avtomatlarla, tapancalarla giririk və başlayırıq evi təmizləməyə, şuman eləməyə. Mən sənin əmrini gözləyirəm. Frankie, oy. Üzrə. Elə bir Aydındır. Gözlədiniz ki, mən özüm götürməyəm. Bəli. Təzədən bir də deyim yoxsa? Yox, ehtiyac yoxdur. Frankie dediniz. Bəli. Frankie, yaxşı tapındı Frankie. Səadətdir. Səadət. Don Səadətdir. Davam edirik. Don Səadətdir. Gəlin bu evi elə soyaq ki, elə bil Hüseyin Dəriyə kimi danışdım. O kimdir? Yaddan çıxardın. Aha. Don Səadətdir. Biz bu evi elə təmizləməliyik ki, qızılları, pulları, hamısını elə götürməliyik ki, heç ev yiyəsi özünə yast eləyə bilməz. You know? Mən şugirdəm yəni. Baxıram polislər gəlməsin, sən isə qızılların yerini öyrən, götürün, yaxşı. Mən getdim. Davay. Frankie, Eşidirəm. mən bütün evləri axtardım. Bunlar da, qızıllar da hamısı yataq otağındadır. Amma sən elə bil indi Hüseyin Dəriyə kimi danışdın. Olmaz. Lazım deyil, ehtiyac yoxdur. Yaxşı. Seyfdə. Seyfin parolunu bilirik də, açaq götürək. O parolunu heç hediyələr özləri də vermirlər. O qədər axmaqdılar ki, seyfin arxasında gizlədirlər qızılları. Gem gətireyim. Zəhmət olmasa. Çox sağ olun. Sakitçiliklə özümüzü tez gətirsəz, tezdə çıxıb gedirik. Sağ olun. Bəli. O da sen aydın danış da, səni başa... O da düşmək olmursan. O da ben başa düşürəməysən, hiss eləyirəm də Azərbaycan dilində danışırsan. Amma aydın danış da bu. Nədir? Servinç. Servinç nədir də? Bəlkə sevinçdir. Var bizdə, qonşuda var sevinç. Qulaq as. Ada sənin dilin bu gündədir. Sən elə bir Moltanlı dilində danışırsan mənlə. Nömrəni düz yığmamısan sən. Ay bala. Bu dilin pis gündədir sənin o. Gözün də görmür, 3'ün yerinə 9'u bas. Da var bizdə qonşuda sevinç var bir nəfər. Da erkekdən məndən sən kərrətdin məni sən. O da bu insanların interesini olur. O da dil insanlar arasında ünsiyet vasitesidir. Neyse. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Stop. 2 dəqiqə pas verin. Bugün çəkilməyə əhvalım yoxdur da. Niyə? 2 dəqiqə dəmir. Stop. Abadoktan birini seçsin. Qubum özü seçsin da. Mən Amadok seçənəm. Hə, bir dənə bir qaçayla gətir Timzaliyə. Hər dəqiqə. Ülviyyədən sonra sən, sonra mənəm də. Nə qəşəngdir bu? Timzaliyə xanım özü seçsin. Burada seçməyən var ki, məncə bu. Hə? Tortu gətir qoy bura. Necədir? Əladır. Sponsor Perga çayı. Tez ol, əhvalım dəyişmişkən gəlin çəkək də. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticaret Markası.
sizin aktyorluğunuza həsəd aparıram. Necə də təbii oynayırsınız. Hayda, adama elə gəlir ki, sanki ömrünüz boyu yalnız bu sənətlə məşğul olmusunuz. Bir bu qabını cümlə çıxartdınız ki, məharətlə. Heç ruhum da incilədi. Təbii ki, bunlar hamısı məşqdir. Sadəcə hiss eləmədinsə, mənim marağımdır. Necə bilə bilərsiniz? Riyaqdan o sizin cibinizdədir. Necə belə bir səhv elədim. Yox, sizdə günah yoxdur. Həm də mənim bir xasiyyətim var ki, elə ki pul qabı cibimdə olmayanda elə bir sağ əlim qaşınır, sol gözüm atlanır, sağ ayağımın sudurqası tutur, sol ayağımda damarı çəkilir. Bax belə oluram. Heç bir oğruya sizin kimi müştəri arzulamıram. Ay, çox sağ olun. Hə, harada qalmışdım? Bu oğlan durub gedər qızgilə. Bu nədir? Şampun. Sən saçlı vaxtdan bu şampunla yumağa başlamısan. O vaxtdan ki uduş kampaniyası başladı. Uduşda nə var? BMW. Maşın. Ha. Ay qız, bu qalsın məndə. Sən gedib özünə təhsil alırsan. Maması ölmüş qənimət uşaqlıqdan BMW arzusundadır da. Hə, harada qalmışdıq? Bu kişi üçün deyə. Qaytar xatan şampununu. Sağlığa qısmət. Çox sağ ol. Deməli bu oğlan özü durub gedir qız gedir. Onu sözdür ki, kim? Davam edin. Biz tezləşdirək rolumuzu. Mən saatla işləyirəm. Renki. Bəli. Da-da-da-dam. Dəhşət. Sən nə var? Brilyant yoxdur? Yox. Nətər yoxdur? Brilyantız necə məşq eləyək? Brilyant yoxdur. Necə yoxdur? Yaxşı yadıma saldınız. Kstati, brilyant yoxdur. Nətər yoxdur? Bəzi adamları qışqırtmaq lazımdır. Qorxutmaq lazımdır. Yox, qışqırtmaq lazımdır. Çünki qorxutmaqla yalnız qızıl əldə edilir. Yox da brilyant. Yox. Yoxdur. Siz onda belə eləyək. Necə eləyək? Davam eləyək? Davam eləyək. Mən yığım, çıxım, elə bil ki gözləyirik. Aha. Ondan sonra tərəfdən mən sizdən... Okey. Başa düşmədim. Saadət, qızılları niyə ortalığa qoymuşsan? Bu oğrudur. Pis. Alo. Alo arkadaşlar. Şu işlerdi. Ooo, bu çıkı kapat oyunsa. Durmasın mısın? Şu işler. Evə uğur girib. Xeyr xanım, nə oğru? Sədət xanım, nə oğru xanım? Mən anten ustası, rəngsazam, saatsazam. Mən Sədət xanım. Sən demədim ki, özümə rejissor tutmuşam. Prosta məşq eləyirik də. Bir mədəniyyətin olsun, kansı, etikan və estetikan olsun. Tanış ol. Dahi rejissorumuz David Vendetta müəllim. Bu da mənim hər gün banan yeyərək Darwinin nəzəriyyəsini təsdiqləyən kiçik bacım Sevinç. Elə bir ki, insan memnundan əmələ gəlir də. Hə. Çox şadam, yoldaş Vendetta. Gözəl təxəllüsünüz var. DJ Vendetta'nın şərəfinədir. David Vendetta'nın, düzdür? Mən inanıram ki, sizin Saadətin aktrisalığına inamınız inamsızlıq zirvəsinə çatıb, alın yazınızsa diktət eləyir. İnanın mənə.
fikir verməyin yoldaş rejissor. Bu elə bir bizim ailənin atamın içkili vaxtına düşən üzvüdür. Mənim ağlıma bir fikir gəldi. Bəlkə biz səhnəmizi artıraq. Niyə? Hər şey yaxşıdır. Yox, bəlkə biraz belə əlavələr eləyək. Ümumiyyətlə, mənə belə bir fantaziya gəlir. Hərdən olur, mənə belə fantaziya eləyirəm. Gəlin belə eləyək. Epizodik rollar artıraq. Elə bir ki, Sevinç ev yiyəsini oynasın. Hə. O oturur divanda, başlayır qışqırır, qorxusundan qışqırır. Biz ona bir-iki dənə təpik vururuq, sonra saçını yoluruq, sonra ağzını bağlayırıq. Təbii çıxsın da. Səadət, xahiş edirəm şəxsi arzularını ssenariyə daxil eləmə. Marağı deyil. Mən üzr istəyirəm. Bəlkə o qışqırmaq momenti var dediniz. Onu yığışdıraq da. Niyə? Qonşular eşidər nəyə lazımdır axı? Qonşular eşidər. Dur git qapını. Necə də təbii oynayır. Salam qızlar. Sizdə bir ovuc ət maşını olmaz? Bəlkə bir ovuc duz olar? Mənə duz dedim də. Xədicə, bu nə ucuz at maskalardır. Bir ovucdur. Az Lipapetsvan bir gün öldürəcək səni. Xədicə, sən elə bir kişiyi bilirsən. O da var. Ağzına gələn danışmayı. Tanış ol, bizim elə bir hörmətli rejissorumuz. Vendetta müəllim. Rejissordur. Səadətlə məşq edir. Mənə də zibilə sal. Deyirəm, bəlkə mənim yerimə sən oynayasın. Sən yerinə niyə? Öz yerinə oynaya bilmir. Demək, biz belə film çəkirik. Dünyada bir film olacaq. Oğurluq. Elə bir ki, evə gəlmişik, oğurluq eləyirik. Siz də qonşularsınız. Biz sizin ağzınızı bağlayırıq. Evdə elə bir oğurluqdur da beləncə. Siz də belə qışqırırsınız ki, kömək eləyin, kömək eləyin. Bizi öldürürlər. Hə, öldürürlər yaxşıdır. Hə, bizi öldürürlər, boğurlar. Bax belə. Baxın ha. Əgər yaxşı oynasanız, bizim dahi rejissorumuz sizi öz filmində çəkəcək. Mən sizin hamınızı məşhur eləyəcəm. Necəsiniz? Razısınız? Çox sağ olun. Məşq eləyə başlaya bilərik. Bəli. Elə burada? Elə burada. Yox. Aha. Yaxşısı budur, yataq otağına gedək. Niyə, Xədicə? Keç otur yerində. Keç otur yerində. Az burada eləyə qutaraq hamısını. Sonra sən Xədicə bir-bir otaqları göstərəcəm. Narahat olma. Nə banan qabığıdır sənin çiynində? Hansısa əclaf bananı yeyib, qabığını da atıb bloka. Sürüşdüm, yıxıldım. Yaxşı. Kimdirsə, əclaf sözünə görə hər səhər ərinməz gəlib qapının ağzına banan qabığı atar, onu da bilərsən. Sən için niyə yanır? Gəlin məşqimizə başlayaq. Əlavə söhbətlərə nə ehtiyac var? Aha, rejissorumuz buradadır. Buyurun, biz sizdən tapşırıqlar gözləyirik. Terbiyesiz. Yok yoldaş buyur sizle değilim Allah eləməsin. Necəsiz? Lov necədir? Yaxşıdır? 1 kilogram olardı. Təxminən. Da. O da bu hər gün gəlirmiş bu zaraza. Həyətdə narkotika satır cəmaata, zəhərləyir. Qonşumuz arvad var. O da inanmazsan 80 yaşı var. Düşür ondan 4-5 başka alır, çekir, filiyir bütün günü. O da oğlu öğredim. Ne? O da Afganistan'da slujit eləyib. Da. Bunu gelen kimi anasını öğretir. Da. Necə böyrək dərman? O da yaxşı da sən də. İndi mən böyle keklik, o da kek otunu mən narkotikadan, nəşədən seçə bilmirəm. Yaxşı. O da paddım düşmüşsünüz orada. Sen biriyle onun dırnaklarını dart çıkart. Sonra üsullar var da. Sonra parmaklarını koy kapının arasında. Demir kapının da. Sonra zajigalkanı yandır, tut ayaklarının arasında. O da boynunu alacak. Ben bir... Ne danış? Nurjeli. Ne diyeyim Allah? Bu demliğin gelip içip
Baxaram görüm onun necə kək otudur. Ha? Bir dəqiqə üzr istəyirəm. Yoldaş mayor, burada qonşuda qırğındır. Ha. Cırırlar bir-birini. Sroçni gəl. Adam necə yəni qulaq? Sən məni yaman o da Nəşəni tanımadım. Səsi də eşidə bilmirəm. Deyirəm, sroçni gəl də. Gəl. Sənin o sirenalarına mən qoyun kəsərəm. Cavan qoyun. Gəl, gözləyirəm. Davay. Hadi bu işler beni lap yorur, haldan çıkardır beni bu. O da kırırlar birbirini, Allah. 360 euro 36 saniye qışqırıq. Xərcə rahatlaş da. Özü boğazdan yuxarı eləməyin. Yalandan qaraçılıq eləyirsiniz. Çox süni sizi. Yaşayın da biraz təbii olun da. Görün də hörmətli rejissorumuz necə təbii oynayır. Deyirəm amma nə nişangaha gələsin də. Hayır, sevinç aradan çıxdı da. Səadətdir, əgər biz işimizi qutardıqsa, mən qızları götürüm gedim. Hə! Ələ yuxarı! Ne iş burada? Narahat olmayın yoldaş polis. Biz sadece məşq eləyirik. Heç bir problem də yoxdur. Siz elə bir qapının zəngin basmadınız. Hə, üzrü hesab edin, zəngsiz girdim. Sadəcə qonşular dedilər ki, burada nəsə səs-küy var. Mən də gəldim kömək eləməyə. Yox, bilirsiniz necə? Əslində məşhur yoldaş, məşhur rejissordur David Vendetta müəllim. Biz elə bir ki, qonşulardır. Bir dəqiqə deyəm. Sən mənə çox danışırsan, Mən səni hardasa görmüşəm. Multfilmdə, hokkeydə, Polat Tökməz oğlunda, striptiz klubda. Bir dəqiqə. Tanış gəlmək çox normaldır. Çünki məşhur rejissor David Vendetta. Yeri gəlmişkən, sizin bizə köməyiniz deyə bilər. Bəs polis nə üçündür? Kömək eləmək üçündür, də elə? Səadətdir, bəlkə yoldaş polisə əziyyət verməyək. Yox, nə danışırsınız? Gəlin siz bizim dünyəvi filmimizin müsbət qəhrəmanını canlandırın. Lap yaxşı, lap əla, hə. Mənim elə açığı uşaqlıqdan kinoda çəkilmək arzumdur. Amma bir şərtlə, rəis bilməsin, öldürər məni. Razısınız? Bəli. Əyləşim. Patlama verin mənə. Buyurun. Demək siz girirsiniz içəri. Mən sizə təpik vururam. Silahınız düşür yerə. Sonra əl qolunuzu bağlayıram. Siz də başlayırsınız qışqırmağa. Okey, başladıq. Alo. Alo. Niyə danış? Alo, Mərisəzə. Heç kim yoxdur da. Alo. Alo. Bəli. Bəli, şirniyyat dükanıdır. Başa düşmürəm sizi. Alo. Acan. Seviş. Mənə deyirsən Seviş? Ağzının danışığını bilə. Sən tanıyırsan mən kiməm desən sənin ağzın mənim tortumu yeməyib ha. Sənin nömrəni yazıb verirəm polisə. Sədrəttin müəllim, üzr istəyirəm. Yox, başa düşmədim. Bəli? Neysə, elə bir nəsə hə dediniz, Yox, sevinci istəyirsiniz, sevinci yoxdur dükkanda. Sağlam olun. Askırmadınız? Askırmıyoruz. Neysə, olsun da ben başa düşmürəm, siz nə deyirsiniz? Sevince çatdıraram ki, zəngiləmişdiniz. Sağ olun. Elə bil. Danışanda it boğuşdururlar kişini boğazında.
Hayır ay xala. Qurban sənə keçən baləməklər qalar. Yerində də saçmalı bir şey saxlayın da ay xala. Dəhşətdir. Elə bir çox təbii oldu. Belə vurmalıydım. Mən götürdüm, belə vurdum. Əla, super bir şey. Rəngi. Neyniyək? Öldürək hamısını, yoxsa işgəncə verək? Məndə Qurtlar Vadisi serialının diski var. Don Saadətdir. Aha. Lazım deyil belə düşük şeylər. Sən ən gördün. Marlonlandı. Don Saadətdə, əgər biz bütün qızılları yığışdırdıqsa, mən gedim. Getmək istəyirsiniz. Bəli, gedim. Fit çalan kimi, maşında gözləyirəm. Fitimi eşitdiniz, düşün aşağı, yaxşı? Fit səsi eşidən kimi? Eşidən kimi gəl. Eşirəm aşağı. Tez, olmaz ha, fit səsi gəlir. Oldu? Yaxşı. Tərpənməyin! Ölü be. Bip bip. Oh, Hadice. Biraz geç oldu. Canım polis. Eller yukarı! Eller yukarı! Sen çıkayın sonra çöp aşağı! Orman başım niye ağrıyor? Kim vurdu beni? Canım polis. Bir dakika. Siz bunu hardan tanıyorsunuz? Deyirəm axı mən bunu hardan tanıyıram. Bu məşhur Vendetta ləqəbli oğrudur. Bir həftədir türmədən qaçıb axtarırıq onu. Sədim müəllim. Mən bugün məşqə gələ bilməyəcəm. Sabaha dək. Sədim müəllim. Aç elimi! Elimi aç! Mənim qızıllarım! Aç da elimi aç! Benim qaşınır, belimi qaşır, belimi qaşır. Aç da mənim elimi aç! Açma! Hara Sevinç? Bunlar burada ne dersin? Bunların ağızları, elleri niye bağlıdır? Hara Sevinç? Onu tutsam boğacağım ha. Ona dememişim ki bananı yiyəndən sonra qabığını bloka atmasın. Heç olmaya Seyfin arkasına tullasın. Eğer bir işi sürüşdüm, bir dənə qara gedək var. Düz onun üstə yıxıldım. Bir dəfə fırt elədi. Aç da mənim elimi, aç! Mənim elimi aç! Qopardı mənim elimi aç! Zəng elə. Dur gedə kömək elə də. Aç da bunu da! Zəng elə kız o təcil yardıma zəng elə. Skoro pomuşa. Nereye gözle?
Baksel. Günü... Günü neydi? Evet, hadi sen de söndür. Tamam. Sevinç. Axırıncıdır. Əhvalım o deyil, müəllim. Sağ ol. Bir də ssenari verin. Murat. Kimdir? Ver. Paltarlar ver. Onu demirəm. Sevinç aklımda. Sevinç. Əhvalım dəyişdi. Çəkək. Motor. Sponsor Perqa çayı. Mən səhnə üçün doğulmuşam. Sağ ol. Var. Bravo. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticarət markası. Salam. Salam. Necəsiz? Yaxşıyam. Yadınızdadır keçən dəfə mən sizə Forma 7 Plus preparatı haqqında məlumat vermişdim. Hədiyyə də vermişdim. Yaxşı, onda mən sizə yenə də bu haqqda məlumat verim. Forma 7 Plus preparatının tərkibi iştahını azaltmağa, maddələr mübadiləsini normallaşdırmağa, arıqlayarkən yaranan o halsızlıq, yorğunluq kimi halların tam aradan qaldırmasına yardım edir. Artıq hər kəsin çox sevdiyi Formula 7-dən yenilik olan Forma 7 Plus preparatı arxayınlıqla artıq çəkidən azad olmaq istəyənləri arzuladığı çəkiyə qaytaracaq. Üzr istəyirəm, amma mən həmin xanım deyiləm. Yaxşı, onda sizin qohumlarınızdan əgər kimsə artıq çəkidən əziyyət çəkirsə, bunu onlara tövsiyə edə bilərsiniz. Yaxınlarıma tövsiyə eləyərəm. Oldu, çox sağ olun. Çox sağ olun. Aç bunu. Mən hələ ömrümdə belə tupoy situasiya görməmişəm. İnsan öz əli ilə öz evini oğurlatdı. Mən belə şey görməmişəm. Yavaş ol, tələsmə, tələsmə. Sen onunla tələsmə. Baba getir. Nə ağır da bu? Yavaş, yavaş. Ya ehmallan, ehmallan, ehmallan. Ehmallan, ehmallan. Fırlat, fırlat, fırlat. Yavaş. Ehmallan, ehmallan. Ay, sağ. Mıqayet ol, mıqayet ol. Yavaş. Oh. Neçə dəfə dedim fırça eləyib? Bircə dəfə fırçələdi yoldaş hakim, polis. Nəsə bir dəfə oxşamır bu. Əşdəri bircə dəfə fırçələdi da. Yaxşı, zəng eləyirsiniz birinci həkimə, sonra da polisə. Xədicə, durursunuz hamınız mənlə gedirsiniz bölməyə izahat verməyə. Aldığı payını don səad etdi. Deyirəm, amma nə yaraşacaq sənə keçəli baş, nakolkalı bədən, əlində təsbih, 3 kilogram 200 qramlıq aktrisa. Durun hamınız gedirik bölməyə izahat verməyə. Bunu neyniyək? Bunu da aparıq bölməyə, bunu elə özüm apararam, ver bura görüm. Ya, ardınca. Bir addımlardan, tez. Ebi yoxdur Franki. Bugündən Saadettin'in vendettası başladı. Parmağı çekti orada. Ebi yox Franki. Bugündən demirəm. Diqqət, diqqət. Danışır Bakı. Efirdə Xədicədir. Noyabrın 29'u. Turba partladı. Ne karışsın su turpası? Ha. 30'u. Saçı. Saat 21:45'te. Kızır santerniki. Lan kimi Space'in efirinde. Sevdiğim ağladı beni. Soyun təqdimatında. 3 bacı olacaq. Pulumu verin. Oxulapsın sen Allah oxulapsın. Hələ sağalmıyor bu yerləri. Mən səni sevirəm. Mütləq baxın. Sakit. Gülməli olacaq.
Başa düşmür. Baş sponsor Baksel. Heç tutarsan sən? Oğru polisin köməyi ilə oğruq eləyib. Səni bütün qəzetlər bundan yazacaq. Biabır eləmisən bizi, xəbərin var heç. Dünən də bank yaranlara kömək eləmisən. Elə bildim, adi vətəndaşlar da gücləri çatmır çantalara. Kömək elədim, apardım maşına. Borcumuz da yok ki. O bir həftədə taksi sürtüb həbs eləmisən ki, oğrunun pulunu vaxtına vermir. Sənin sorğunçu bizə ərzə ilə şikayət eləmişdir. Sus, səsini kəs, Sevinç, sənin bananı yiyib qabığını yerə tullanmana görə bilirsən qonşular mənə nə deyir? Bu qulaqları bilirsən sənə görə nələr eşidir? Bezmiş əbəy yalan danışmaqda nə eşidirsən? Nə qədər mən deyim ki, şimpanse saxlayıram evdə. Bax, sənə axırıncı nə deyirəm. Əgər bir də sən bananı yiyib zibil qabını dökməsən qabığını, hamıya deyəcəm ki, şimpanse dediyim kimdir? Az eşidirsən məni, cavab ver də. Sənə dölən. Evi yox, evi yox. Sənin dərsini verdim, indi gedim Səadətin dərsini verim. Səadət, mən sənə demədimmi ki, səndən aktrisa olmayıb olmayacaq da? Yox, dedim, demədim. Nə mən sənin dərsini verərəm? Xoşbəxt. Bax, istəyirsən saçımı qır. Ne istəyirsən elə, amma üstünə uzanma da, xoşbəxt. Yaxşı, üstünə uzanma. Başa düşmədim, sən məni örgədəcəksən, mən neyini neynəmiyim? Yaxın gəlmə, yaxın gəlsən qışqıracam ha. Yaxın gəlmə, xoşbəxt. Xoşbəxt, işlə də. Qışqıracam. Xoşbəxt, hara gedə buraya? Yaxın gəlmə, qışqıracam. Reis, ismini sürün Allah. Çık bayrağı, geç şuna meşgul ol. Reis, başlık bu. Ha, yedi robotu.